Herkese salam. Bildiğiniz kimi bazar günü 5 aprel 1-ci zonanın 9-cu siniflərinin ilk imtahanıdır. Həm özüm başda olmaqla bütün şagirdlərə uğurlar arzulayıram. Amma dəstək məqsədilə 2024 və 2025-ci ildə düşmüş sualların izahını bir yerdə baxacağıq. Gəlin başlayaq ilk sualdan. Deyir, ədədlər arasında neçə tam ədəd vardır? Baxırıq ki, -3, -2, -1, 0, 1, 2, 3, 4 ədədləri vardır. Sayına baxsaq da 8 dənə saylarıdır. Yəni n 8-dir. Baxırıq ki, düz mütənasibliyə aid bir sualdır. Məsələn, birinci ədədə k desək, digərinə 3k, o birisində 6k desək, cəmləri 200 verməlidir. Deməli 10k 200-dürsə, k da 20-dir. Böyüyünlə kiçiyinin fərqini deyir. 6k-dan da k çıxsaq 5k-dır. 5k-da 5-i 20-yə vursaq 100. Yəni A variantı. Bütün iki rəqəmli ədədlər ayrı-ayrı vərəqlərə yazılaraq torbaya atılıb. Baxın, iki rəqəmli ədədlər 10-dan 99-a qədərdir. N də bərabərdir 99 çıxaq 10. Bölək artım 1-dir, üstəcək 1. Yəni 90 ədəd var, düzdürmü? 6-ya bölünən ədəd olması ehtimalını deyir tapın. 6-ya bölünməkdə 12-dən deməli başlayır 96-ya qədər səhv eləmirəmsə. 96 çıxaq 12. 16 vuraq 6, 7-də 112 eləyir, aşır. Bölürük 6-ya, artım 6, 6-da üstə gələk 1. 84-ü 6-ya bölsək 14, bir də 15. İndi ümumi hal 90-dır, 15 də buradadır. 6-da 1 eləmiş olur. Yəni, ixtisar gedəndə 6-da 1 eləyir. Natural ədədlərin deyir, hasilini tapın. 1-dən 5-ə qədər olan ədədlərin hasilidir. Yəni, 5 faktorialdır. Bu da bildiyimiz kimi 120-dir. Baxırıq bura. Deyir ki, SDB-nin sahəsi 24-dür. ABC-nin sahəsinin ümumi fiqurun sahəsini verib 68. Deməli, bu isə 44 olur. Elə ADC-ni soruşur, 44-dür. Deyir ki, Nəzrin öz puluna 7 dəftər və 3 karandaş ola bilir. Ya da ki, 5 dəftərdən 7 karandaş ola bilər. Deməli, bunlar bir-birinə bərabərdir. Deyir ki, dəftərin qiyməti karandaşın qiymətindən neçə dəfə çoxdur. Gəlin bunu həll edək. 2 dəftər, 4 karandaşdır. Deməli, dəftərdə 2 karandaşdır. Baxın, bunu istəyir. 1 dəftər, 2 karandaş, yəni 2 dəfə çoxdur. Baxaq buna, 10-nun üzərinə mənfi gəlsək 8, bölsək A üstü mənfi 3-ə. Böləndə də üstlər çıxılır, yəni A üstü 11. Yəni D variantı. 2 bərabər kökün olması üçün bilirik ki, diskriminant 0 olmalıdır. İndiskriminant nədir? B kvadrat çıxaq 4A isə 0 olmalıdır. B də 2M-dir. 4M kvadratı çıxaq 4 vuraq 1, vuraq M mənfidir. Vuraq deməli mənfi M çıxaq 2. Bu 0 olmalıdır, düzdürmü? 4M kvadratı üstə gələk yazacağım birbaşa. 4M üstə gələk 8, 0 olmalıdır. İndi burada həll eləsək, M kvadratı üstə gələk 2M plus 4, 0. Elə bir şey alınmalıdır. Təbii səhv də ola bilər. Mən baxım, hesablama səhv eləmədim ki, B kvadratı çıxaq 4A, S mənfi M. Mənfi, bura nə demək? Mənfi M plus 2 deməkdir. Buna vuruq mənfi 4-ə. Mənfi, deməli yox, 4M çıxaq 8. Müsbət 8-dir burada. Üzr istəyirəm, mənfi 8-dir. Burada mənfi 8-dir. Biraz da kiçildək. Burada 4M çıxaq 8 olmalıdır. Hasilləri mənfi 4. Cəmləri mənfi 2. Baxaq. B kvadratı çıxaq 4A S. Mənfi 4 vuraq. Mənfi M plus 2. Deməli 4M çıxaq 8-dir də. Düzdür orası. 4-ə bölsək, burada M qalır. 4-ə bölsək, burada da 2 qalır. Üzr istəyirəm. Cəm mənfi 1, hasil mənfi 2 olan ədədlər, o da mənfi 2 ilə 1 eləməlidir. Keçsək növbəti suala. Bu rahat bir sualdır. İndi gəlin baxaq.
Baxın, x burada nəyə bərabərdir? Hə, yox, y nəyə bərabərdir? Y bərabərdir nəyə? İndi ona baxırıq. Aha. Baxırıq ki, baxın, bu üçbucağa baxın. Y ilə z-in cəmi bizə x-i verir, düzdür? İndi buradan y-i tapsaq nədir? X çıxaq z. Yəni bu qədər bəsit. Niyə? Çünki bu x xarici bucaqdır, düzdürmü? Xarici bucaqda özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Yəni başqa sual məncə yoxdur. Deməli, keçək növbəti suala. Deyir, nöqtələr bu nöqtəyə nəzərən simmetrikdir. Hansı nöqtəyə nəzərən simmetrikdirsə, həmin nöqtə orta nöqtə hesab olunur. Yəni A ilə 0-ın cəminin yarısı 1-dir. 2 ilə B-nin cəminin yarısı 0-dır. Bunları həll eləməliyik. A ilə 0-ın cəmi 2-dirsə, A 2-dir. B variantıdır mı? Neysə, baxaq. 2 ilə B-nin cəmi də 0-dırsa, B də mənfi 2-dir və o da eləyir B variantı. Həm 2-yə, həm 3-ə bölünən ədəddirsə, deməli 6-ya bölünən bir ədəd olmalıdır. 2-yə bölünməsi üçün sonu deməli nə olmalıdır? Cüt ədəd olmalıdır. 3-ə bölünməsi üçün də rəqəm cəmi, o da Y variantıdır. 15-dir rəqəmlər cəmi, son rəqəm də 8-dir və o da cütdür. Köşdə 64-dən 8 çıxır, köşdə 16-dan da 4 çıxır. İndi baxaq buna. Aha. Mərkəz odur. AB və AC vətərləri çəkilib. Aha. Bir dənə belə bir AB vətəri olsun. Bir dənə AC vətəri olsun. Birləşdirək. Aha, bu bucaq 100 verib. Aha, bu bucaq 100-dürsə, AOB. AB ilə AC də bərabərdir. AOB 100-dürsə, deməli CO da 100-dür də. Aha. Baxaq bu suala. Ortaq A var. Çıxarsaq 3 saat çıxılsın 2. Yəni Y. Aha. Axın ilə deyərsə V qayıq üstə gələk V çaydır. Axına qarşı deyərsə V qayıq çıxaq V çay. Axın ilə axına qarşı. Bunu bildik. İndi buradan çayın sürəti deyir. Bunları biz tərəf-tərəfə çıxsaq, baxın V tərəf-tərəfə çıxsaq 2V çay nəyə bərabər olar? AI çıxaq AQ. Yəni axın ilə axınla qarşının fərqinin yarısı. V çayda deməli baxın bura bir T cəmləyirəm. T-nin yarısıdır. İndi AI ilə bunların fərqi neçədir? 4,8. Yarısı olacaq 2,4. Təbii ki, siz nə qara bilərsiniz? Yəni bu abituriyent vəsaitlərində verilir. Mən heç istifadə eləməmişdim əslində bu düsturdan. İlk dəfə istifadə elədim. Məncə daha rahatdır. Yəni bu tərnəklər sistemindən çıxırdı onsuz. Siz amma gətirib burada deməli bunun yerinə 20,4, bunun yerinə də 15,6 yazıb. Sonra təzədən bir də tərnəklər sistemində toplayıb çıxıb tapa bilərdiniz. Yəni eyni şey gəlib çıxır, eyni məntiqdir. 45-ə bölünmək üçün 5 və 9-a bölünmək lazımdır. Deməli, məsələn, böyük ədədlər olsun, məsələn, 30 olsun, məsələn, olsun, 42 olsun. Bunlara bölünmə əlaməti necə tapırıq? Bunlara, məsələn, bölünən 2 dənə ədəd bölünməlidir. Məsələn, burada 5 ilə 6-dır. Daha çox. Məsələn, məsələn, nə deyək? Məsələn, 42-də, məsələn, elə ədədlər seçməliyik ki, onlar qarşılıqlı sadə olmasın. Həm də ki, qarşılıqlı sadə olsun, daha doğrusu qarşılıqlı sadə olsun və biri digərinin böləni olmasın. Buna diqqət eləməliyik. İndi B ilə C-nin birləşməsinə baxsaq və buradan da A-nı çıxmalıyıq. Gəlin elə birbaşa A-nı çıxaq. Baxın, 3 var A-da, 7 var A-da, 6 var, 8 var, 9 var, 10 var. Qalanları yoxdur. Baxın, hansılar yoxdur? 1 yoxdur, 4 yoxdur, 11 yoxdur, 3 dənə, 4 dənə, 5 dənə. Deməli, cavab 5-dir. Deməli, bura baxaq. Baxın, nə görürük ortaq? 4 görürük də. A üstə gələk 2B. Məxrəc də nədir? Müxtəsər vurmadır da. A çıxaq 2B. A üstə gələk 2B. Bunu da vururam. A çıxaq 2B-yə. Aha. Bunu hesablayaq. Bax, bunlar getdi, bunlar getdi. Bir dənə qaldı 4. Baxaq bura. Deməli, düzbucaqlı paralelepipedin müxtəlif
Üzünün sahəsi budur. Paralelipedin tam səthinin sahəsini tapın. Məsələn, deyirəm AB 2-dir. Deyirəm BC 5-dir. Məsələn, bir dənə də AC 10 olsun. Tam səthinin sahəsi paralelipedin S tam deyək. Bərabərdir. 2 vurulsun. AB üstəcələk, AC üstəcələk BC-yə. Baxın, bunları ayrı-ayrılıqda verib də. Tərəf-tərəfə toplayıram. Neçə eləyir? 17 eləyir. Baxın, bura 17-dir. 17-ni də 2-yə vursaq 34. Bunları fərqləndirim. Aha. Deyirəm ki, aydın olar. Hə, 16-ya heç baxmadıq. 5 və 9-a bölünməlidir. İndi B 5-ə bölünmə əlaməti sonu 5-ə də 0 olmalıdır, düzdürmü? İndi gəlin baxaq görək hansının ən böyük qiymət alır. İndi 5-ə bölündü, 9-a bölünməlidir. Deməli, birinci halda 18-dir. A 9 ola bilər. Elə A-nın maksimum qiymət 9-da. Yəni 9 ola bilər elə. Baxıram. ABCD paraleloqramında BD diaqonaldır. Tamam. 1 ilə 3-ün cəmi 60-dır və 4 ilə 2-nin cəmi də 150-dir. Bizim belə bir Z qaydamız var. Düzdürmü? Baxın, bura baxanlar bərabərdir. Bax, elə bir ki, bu bucaqla bu bucaq məsələn bərabərdir. Bunu bilirik. Yəni burada bir 3'dür. Bax, buna yazıram 3. Aydındır. İndi ora 3'dür. Baxın, belə bir eyniliyə görə dedim onu. Sonra deyir ki, 4 ilə 2-nin cəmi 150-dir, 1 ilə 3-ün cəmi 60-dır. İndi baxıram ki, paraleloqramda həm də bu bucaq 2-dirsə, bax, bu bucaq da 2-dir. İndi 4 ilə 2-nin cəmi 150-dirsə, baxın, burada bir dənə üst bucaq yaranır, düzdür. 150-dirsə, demən, bura 30 dərəcə qalır. Bura 30-sa, 1 də 30-dur. Elə 1 istəyirmiş. Aha, bu kvadratik funksiyadır. Yəni, bu şəkildədir. Bizdən bunu istəyir. Baxın, bura C-dir. Funksiyanın y oxunu kəsdiyi nöqtə C-dir. Çünki niyə? Yəni, deyək niyə? Çünki y oxunu hansı oxu kəsirsə, digəri 0-dır. İndi x-in yerinə 0 qoysa, burada 0, baxın. Bax, burada 0-a gedir, burada 0-a gedir. Qalır y bərabərdir C. Yəni, y C-yə bərabər olur, düzdür. Deməli, C 4-dür. Aha. Bura nədir? Funksiyanın x oxunu kəsdiyi nöqtə. Yəni, 2, 0 nöqtəsi. Gətirib burada yerinə qoyaq. X-in yerinə 2 yazsaq, 4A üstə gələk. 2B, C də məlumdur, 4, 0. Hər tərəfi bölürəm 2-yə. 2A plus B, üstə gələk 2, 0. 2A plus B-ni mən mənfi 2 tapıram. İndi bizdən də baxın, nə istəyir, bunu istəyir. 2A plus B mənfi 2-dir. Mənfi 2-in üstə də 4 gəlirəm, cavab 2. Yəni, belə yaza bilərik. Ətraflı həll tələb edən suallardır, baxaq. Əvvəlcə səbətdən 6 alma götürdülər. Sonra səbətdə olsun, məsələn, 2x sayda alma. Ümumi deyirəm. Tutaq ki, x-ə deyə bilərsiniz, fərqi yoxdur. Qalan alma nə qədər oldu? 2x çıxaq 6-dır. Onun da 3də 1-ni deyir, götürdülər. Sonra 6-da götürdülər və səbətdəki almaların yarısı qaldı, x qaldı. Mən baxın, burada x alınsın deyə 2x demişdim. Aha, 12 üstə gələk, 2x çıxaq 6-nın 3-ə nisbəti x-dir. Hər tərəf 3-ə bölürəm ki, vururam ki, daha doğrusu bu 3 geçsin. Aha, 3-ə vursaq 36 üstə gələk, 2x çıxılsın 6, çıxaq 3x 0. Tamam. 36-dan 6 çıxaq 30, 30 da x-ə bərabərdir. Ümumi alma sayına da mən 2x demişdim, düzdürmü? 2-ni də 30-a vursanız cavab eləyər 60. Yəni, belə yazsanız tam bal verər. Baxıram bura, deyir ki, ASB 90 dərəcədir. Yəni, burada 90-dır, burada 90-dır. Tamam. CD də AB-yə perpendikulərdə onu özü verib. AD-ni bizə verib ki, ayla, BD də 8-dir. ABC-nin sahəsini bizdən istəyir. İlk öncə, baxın, düz bucaqlı, üç bucaqda belə bir xassə var. Bura nədir? Baxın, bura nədir? Hündürlükdür də. Burada bir m, n olsun. H kvadratı mn. Baxın, bu doğrudur. İndi mən yazıram ki, buna oxşarlıqla isbatı çox bəsitdir. Hətta verə də bilərəm, amma vermirəm ki, uzun getməsin. İndi h kvadratı 16-dır. İndi h nədir? 4-dür. 4-dür. Bax, bura 4-dür. Bizdən də istəyir ki, ABC-nin sahəsi. Üçbucağın sahəsi AH-nın yarısıdır, düzdürmü? İndi tərəf 10-dur, tərəfə çəkən hündürlük də 4-dür. 10 vuraq 4-ün yarısı cavab deyir 20. Yəni, bu qədər sadə bir sualdır.
İsmət kitabı hər gün eyni qədər səhifə oxumaqla, məsələn, hər gün x səhifə oxusun. 15 günə bitirməli idi, yəni 15x oxumalı idi səhifəni. 3 səhifə çox oxudu, yəni x plus 3 oxudu və 10 günə bitirdi. İşte bunu hesablamalıyıq. 10x üstə gələk 30, 15x-dir. 5x 30 və x 6-dır. Kitabın səhifə sayda ya burada yerinə qoyursunuz, ya da burada yerinə qoyursunuz. Eyni şeydir, 90 səhifədir. Yəni, bu da bunun belə bir bəsit həlli. Aha. Gəlin çevrə çəkək, ən uzaq nöqtələrini göstərim. Aha, deməli, çəkdim belə bir çevrə. Baxın, çevrənin ən uzaq nöqtələri buradır. Görürsünüz? Burada nədir? Diametrin uc nöqtələridir. Yəni, bunu mütləq diametrin uc nöqtələridir. Baxın, bura bir A nöqtəsi olsun, bura bir B nöqtəsi olsun. Məsələn, bunun koordinatı olsun 3 - 2. Bunun koordinatı olsun -5, 4. İndi mən əvvəlcə bu AB məsafəsini hesablayıram. Kök altda 8-in kvadratı üstə gələk 6-nın kvadratı, yəni 10-dur. Hətta siz bu düsturda yazarsınız. D bərabərdir. Kök altda x2 çıxaq x1-in kvadratı üstə gələk kök yekəlləri y2 çıxaq y1-in kvadratı. Bunu yazıb, hətta buranı da yazarsınız ki, 3 çıxaq -5-in kvadratı üstə gələk 4 çıxaq -2-nin kvadratı. Nəysə, bunu yazdınız, sonra bunu aldıq ki, AB məsafəsi 10-dur. Baxın, bura 10-dur. 10. 10-dursa, bax, bu nədir? Diametr 10-dur. Çevrənin tənlikdə yazırsınız ki, x çıxaq A-nın kvadratı üstə gələk y çıxaq B-nin kvadratı, radiusun kvadratı şəklindədir. İndi mənə radius lazımdır. Diametr 10-dursa, radius 5-dir. İndi mən A ilə B-ni tapmalıyam. Burada A ilə B, baxın, bu verilmiş nöqtələrin orta nöqtəsinin koordinatına bərabər olur. Yəni, A bərabər olur x-lərin cəminin yarısı. 3 üstə gələk -5-in yarısı. Olacaq -1. B də olacaq 4 çıxaq 2-nin yarısı. Düzdürmü? Bu da 1. İndi gətirirəm, bunları da tapdım. Gətirirəm bunları, burada yerinə qoyuram. Yuxarı hissədə yerinə qoyuram. Yazıram ki, x üstə gələk 1-in kvadratı, üstə gələk y çıxaq 1-in kvadratı, r kvadratı, yəni 25. Və həll belədir. Düz hesablandısa, həll belədir. Dəndə baxaq, həldə yanlışlıq varmı? Deməli, heç bir yanlışlıq görünmür. Bu belə, baxın, ilk sınağı bitirdik, keçdik digərinə. Deyir ki, məktəb olimpiyadasında 200 oğlan, 300 qız iştirak edir, ümumi 500-dür. Və qızlar deyəsən neçə hissəsidir? 500-də 300-ü vururuq 100-ə. Burada 100-ə ixtisar gedir. Bununla buna vuranda 60%. S bərabərdir katetləri hasilinin yarısına. İndi bu da neçədə? 64. D variantı. Aha. Radiusu 28, elə burada 44-dür. Baxarsınız ki, radiusun üstünə elə mərkəzindən olan məsafəni gəlsəniz, cavab tapılar. Yəni, burada elə budur cavab. Yazmaq o da olar, təşkif, amma yazmıram. Kubun tilini deyir 2 dəfə artırdıqda həcmi 56 kub santimetr artar. Bu kubun tam səthinin sahəsini tapır. Məsələn, til A-dır, 2 dəfə artırdıq, 2A oldu. Həcmi burada A kubudur, burada 8A kubudur. İndi bunların fərqinə baxsaq, 7A kubu 56-dır. A kubu 8, A da 2. Yəni, bu kubun tam səthi sahəsi S tam 6A kvadratı. Bu da yer 24. A variantı. Baxın, çevrənin tənliyi bu şəkildə idi. Baxın, budur. Tamam. Tam kvadrat ayırmalıyıq. X kvadrat çıxaq 6, x üstə gələk 9, y kvadratı üstə gələk 4, y plus 4. Plus 13, burada minus 12 idi, çıxaq 25, 0. İndi mən bunu yazmıram. Bu x çıxaq 3-ün kvadratı, bu y plus 2-nin kvadratı bərabərdir. R kvadratı da 25-dir. R də 5-dir. R 5-dir.
Aha, 2 natural ədədin tək, ardıcıl tək x plus 2 68, 2x 66, x 33. Deməli, bura 33, bura 35. Kiçikdə 33. Baxıram, tənliklər sistemidir. Tərəf-tərəfə mən çıxacam. Deyəsən, çıxır cavab. Amma çıxmaya da bilər. Tərəf-tərəfə çıxsaq, mənfi 2x, çıxaq 2y, 10. Mənfi 2-ni çıxaraq, x plus y, 5, 10. X plus y-də müsbət 5 eləyəcək, böyük ehtimal. Müsbət 5. Dən baxaq. Tərəf-tərəfə çıxdım. Burada müsbət 2-ni çıxarsaq necə olar? Ya da hər tərəfi mənfiyə vursaq, Neyse, burada 5 eləməlidir. İndi işarədə nəsə səhvliyim var. 5 eləməlidir cavabıma. Elə rahat göründü deyə elədim. Amma siz tənliklər sisteminə də eləyə bilərsiniz. 5 çıxmalıdır. Gəlin həll eləyək lap. Birincini mənfi 2-yə vuraram. Sonra tərəf-tərəfə toplayaram. Getdi mənfi 7y, mənfi 35, y5. Qoysanız x-də 0. Bayaq nəsə cəmlər 5-də. Nəsə işarə səhv eləmişim, amma düz çıxırdı, yəni o metodla. Yəni o çox rahat metoddur. Aha. Deməli, A ilə B-nin birləşməsinin sayı. Baxın, kəsişmə nədir? Mənfi 12-də bizə də nə? Yox, 4 ilə 9-da. 4 ilə 9-da. 3 dənə kəsişmə var. 3 dənə kəsişmə var. Bu 3-dür. Bunları sildim. Bir dəfə götürürəm. Burada götürürəm. 4, 5, 6 da birləşmədir. 9. Aha, çox rahat bir sual. Mənfi burada aiddir. Yəni, belə olsa, baxın. 36-da, amma belə olsa, yəni mənfi qalır. Mənfi 36-dır. Üstə gələk 1, çünki cüt dərəcədir. Çıxaq 64. Mənfi 35-dən də çıxanda mənfi 99 eləyər. İndi baxırıq. X-də gələk 2-də 1 bərabərdir 9-da 7. Bu safdır da, saf onluq kəsirdir. 9-da 7-dən 2-də 1 çıxmalıyıq. 18-də 5, yəni C variantı. Deməli, taxıl üdüldükdə kütləsinin 5-də 3 hissəsi qədər un alınır. Aha, deyir, bu qədər un almaq üçün nə qədər taxıl ütmək lazımdır. 5-də 3 x 480-dir. X-də 160-ı 5-ə vururuq. 800-dür. Yəni D variantı. X2-dirsə gətirib yerinə qoysanız, Y-də 8-dir. Çox rahat. 4B-ni ortaq çıxarsaq, X çıxaq 3. Yəni C variantı. Ən böyük ilə ən böyük 121-dir. Ən kiçik də 79-dur. 200. Bu arada bu videodan sonra yəqin ki Rufo yəni finala aid də video paylaşaram. 25 vurulsun 3 vurulsun x kvadrat vuraq x vuraq y kubunun kvadratı yazıram. Burada mənfi çıxır. Mənfi 5 x y kubu kök altda 3x. Baxın, arası belə bir şey. C. Aha, keçdik açıqlarımıza. Deməli, burada yazarıq ki A 2K'dır, B 4K'dır, C 6K'dır. Düzdürmü? Hasil budur. İndi baxıram hasil nədir? 48K kubu həmin ədədə bərabərdir. Böyük ehtimal 8-dir və eləymiş də K 2-dir. İndi bunların cəmi 12K'dır da. K da 2-dirsə 24. Bu qədər bəsit bir sual. Keçək bir nə sualına, üçbucaq sualına. Deyir ki, oturacağı AS'dir və bu ABC üçbucağıdır. AB BC-yə bərabərdir. Deməli, buradan bir dənə BD gəlsin. Aha, BD mediandır. Tərəfi yarıya bölür. Həm də tən böləndir, həm də hündürlükdür. Neysə. Bundan da bu da bərabərdir. ABC ilə deyir ABD-nin perimetrləri budur. BD-ni tapın. Tamam. Gəlin bura A1, bura bir A, bura bir B, bura bir B, burada bir M deyək. ABC-nin perimetri nədir? 2A ilə 2B-nin cəmi.
Yəni buradan yazım. Aha, 2 A ilə 2B-nin cəmi 46-dır. Tamamdır. ABD-nin perimetri, baxın. Bu üçbucağın perimetri AMB-nin cəmidir. Bu da 40-a bərabərdir. Birincidə hər tərəfi 2-yə bölə bilərik. A ilə B-nin cəmi 23-dür. Gətirib baxın burada, bunu gətirin burada yerinə qoyun. M-də 17 çıxar. B-də də M olduğuna görə elə cavab 17-dir. Yəni doğru cavabımız 17. Baxın, heç bir çətin sual düşmür buraxılışı. Sadəcə biraz düşündürücü ola bilər. Yəni o da nə qədər, yəni rüfo qədər düşündürücü olası deyil ki. A10-u 6 verib. Aha. Diagonallar kəsişmə nöqtəsini yarıya bölünür. Bunu bilirik. BO da 8-dir. Heç baxın, burada bir dənə Pifagor görürsünüz. Vəsiyo da, yəni sual bitir də. Burada 10-dur. Tərəf 10-dursa perimetrdə nədir? 4-adır. O da 40-dır. Bu qədər. Yəni buraxılışı, yəni 2 dəqiqə düşünməyə görə, yəni həngamə məncə çıxartmağa ehtiyac yoxdur da. Yəni buraxılışı nə qədər dərəcədə çətin sala bilərlər ki, yəni 2 dəqiqədə fikirləş də, bu riyaziyyatdır. Yəni İngilis dilində qrammatikası falan deyil ki, tappa-tarap yazasınız. Uşağın yaşı 10-dur, atanın yaşı isə 31-dir. Deyir, neçə il bundan əvvəl, yəni çıxaq x, çıxaq x. Ata uşağından 4 dəfə böyüdür. Yəni bunu 4-ə vursaq bunu verir. Yəni bax bu yəni 2 saniyəlik fikirləşmək lazımdır da. Yəni bunun nəyinə çətin deyirlər anlamıram. X də 3. Bu qədər. Deyir, M ədədinin standart şəklində yazılışına tərtibi 7-dir. Məsələn, M olsun 10 üstü 7. İndi sən bunu yazmalısan ki, bax bu ədədi 10 üstü mənfi 3 kimi yazmalısan. Vəsiyo, 10 üstü mənfi 3-ü də 10 üstü 7-yə vuranda, mən bu şərti dedim, 10 üstü 7. Başqa ədəd də deyə biləriz. 10 üstü 4, yəni 4-dür tərtib. Yəni median bilirik ki, artan sırayla da düzüb də tanıvarsın. Bax, heç saya da baxa bilərsək, mən sadəcə dedim də. X çıxaq Y 14 veribsə. İndi X çıxaq Y 14 verib. Sağ bir də ən önəmli şey nə deyir? Artan sıra ilə düzülmüşdür. Bax, bu çox önəmlidir ha. Deməli, bax bu X çıxaq Y fərqi var ha. X çıxaq Y fərqi. Onsuz da 11-16 aralığında yerləşməlidir. Yəni bu bariz bir şeydir. X çıxaq Y-də 14 veribdir bizə də. Bunların ən böyük qiymətini istəyir. Deməli, ən yaxın qiymətlər götürməliyik bir-birinə. İndi baxaq görə ən yaxın hansıdır. Deməli, baxaq. Əslində, baxın, burada X çıxaq Y-də 11 ilə 16 arasında yerləşməli, düzdürmü? Mən amma bilmirəm, X-lə Y hansı aralıqda yerləşir. Yəni, burada bir dənə əlavə şərtimiz məncə olmalı idi ki, bu sualı daha geniş yanaşa bilək. Məncə burada nəsə şərt əksikliyi var. Yəni də amma baxarıq. Məncə amma şərt əksikliyi var. Çünki yəni bu hasilin ən böyük qiymətini tapaq. Yəni mən bunu da bilirəm ki, X çıxaq Y 11-dən böyük bərabər, 16-dan kiçik bərabər olmalıdır. Yəni onsuz da X çıxaq Y 14-dür də. Yəni lap yazaq X bərabərdir 14 plus Y. Mən burada Y və X haqqında heç bir mühakimə yürüdənmərəm ki, baxın, bunu ödənməlidir. Yəni, X-ə mən lap 99 da verə bilərəm. 99 yox da, yəni istədiyim qiyməti verə bilərəm X-ə. Əslində 99 da verərəm. Məsələn, 99 verərəm. Y-ə də verərəm 84. Yəni, ödəyər də şərti. Yəni, burada nəsə şərtdə əksiklik var. Yəni, ona görə bu sualı saxlayaq. Bu sualı çox görmüşəm, yəni çox qarşıma çıxıb. 3 müxtəlif binanın hər birinin birinci mərtəbəsinin hündürlüyü 4 metr, digər mərtəbələrin hündürlüyü isə 3 metrdir. Hündürlüklərin nisbəti budur, cəmi də budur. Deməli, baxın, bunların cəmi neçədir? 33x 66-dır. X də 2-dir. Hündürlüyü ən böyük olan 28-dir. İndi çıxıram neçəni? 4-dür. Bax, bu 1 mərtəbədir. 24 qalır. Bu da 3-ə bölünəm 8. Elə bil 1 mərtəbə buradadır. 8 mərtəbə. Bax, 8-i burada, 1-i burada. Ümumi 9 mərtəbə eləmiş olar. Bu suala axırda bir də baxacam ki. Yəni, bir də baxım qoyun. Gəlin bir də baxım. Burada çünki ekstra bir şərt olmalıdır ki, mən burada mühakimə yürüdə bilim.
Yəni artan sırayla düzülsün, tamam. X çıxaq Y qayıtdaq. Mən burada X və Y haqqında heç bir mühakimə yürüdənmərəm. Bayaq dediyim kimi X lap 1000 də ola bilər ki, Y məsələn 986 olsun, fərqləri 14 eləsin. Yəni onu deyə bilmirik. Qarşılıqlı bucaqlarcı deməli alfa ilə beta bərabərdir. Alfanı 10 dərəcə 10% azaltdıq. Yəni qaldı 0,9 alfa. Bu da artırılsa, yəni 60% olsun 1,6 beta. Can 10 alfa 10 beta deyim. Rahat olsun. 10 alfa 10 beta. 10 alfanı 10% azaltdıq. Qaldı 90%, yəni 9 alfa. 60% artırdıq. Qonşu bucaqlardır. Yəni 25K 180-dir. Bizə bunu deyir. Bizdən alfa plus beta cəmini istəyir. Aha. Baxaq. Düzdür. Cəm burada bölək 5-ə. 5K bərabər 5-ə bölsək 36. K da 7,2 çıxır. İndi K 7,2-dir. Alfaya 16K, betaya da demişdik 9K. İndi alfanın 16K'dırsa 16'ya vursa ya da beta'da neçə 9K'dır. 9K neçədir indi burada? 8 bir yardda. Heç gəlin burada birbaşa yerinə qoyaq. Heç onu hesablamayaq. Alfa 10K deyildi, beta da 10K. Deməli 10K 20K'da 7,2-ni 20'ye vursak 144. Heç o birisini yerinə qoymağa ehtiyac yox idi. Kutuda eyni formalı bu qədər kürə var. Yəni ümumi 21 plus x-dir. Bir kürə çıxarılır. Qırmızı olması ehtimalı budur. Buradan da x-i tapmalıyıq. 63 üstə gələk. Deməli 3x bərabərdir 10x-ə. 7x 63, x də 9. Elə 9 qırmızı kürə vardır. İndi bu oxşarlıqdır. Baxın. Baxan kim görün. Baxın bu alfadır, ortaqdır. Baxın burada da ortaqdır. Baxın bir bucaqlar 90'dır, alfa da ortaqdır. İndi məsələn də çaşmamaq üçün bura bir beta desəniz, burada bir beta olacaq. Deməli oxşardır. A, B, C oxşardır nəyə? İndi A nədir? Burada alfadır, burada da A-dır. B 90'da A, D, Y'yə. Heç nə. Burada yerinə qoyuruq. A, B nədir? Bizim DC-ni istəyir. DC-də bir x deyirəm. AD 4 verib, BC-ni verib, 7,5, AY-ni də 5 verib. İndi nisbətlərə baxıram ki, AC-nin AY-yə nisbəti, AC-nin 4 plus x-in AY-yə 5-ə nisbəti, BC-nin 7,5-in DY-yə nisbəti, DY bilinmir. Baxaq, başqa nisbət var mı? AB-nin də AD-yə nisbətinə bərabərdir. Mən baxım, DY 3'dür. Hə, burada 5, 4 buranın da 3 çıxarım. DY onsuz da 3'dür. Mən onu yazmamışdım. BC-nin də DY-yə nisbətinə bərabərdir. Yəni 7,5-in 3'ə ya da 75'in 30'a 5'ə də ixtisar eləsək 5'ə yox, 75'in 30'anı 15'ə ixtisar eləyə bilərik ki, 5'in 2'yə. 8 üstə gələk 2x 25, 17 2x, x də 8,5. Əgər səhv hesablım olmadısa belə olmalıdır. Bu salda yenə deyirəm, yəni məndə olan PDF-də şərt əksikliyi var. İndi çalışım yəni orijinalını tapım, baxım necədir. Tapmadım əslində, amma o salda nəsə problem var. Gəldik bura. 2025'ə deyir ifadənin qiymətini hesablayın. İndi burada 4 qalır. Mənfi 60 bölünsün. Bura 50 mənfi 30. Yəni cavab verir 2. Deyir A ilə B-nin kəsişməsi 1, 2, 5'dir. 1, 2, 5. Ondan da C-ni çıxsaq 1 gedir. Qalır 2 ilə 5. Açıq bucaqsa 180'dir. Bura 25, bura 90, 115 edir. Burada qalır 65 dərəcə. Yəni 65 dərəcə. Baxıram burada m kvadratından 5m'i götürə bilərəm. Burada da bunu götürə bilərəm. İndi m plus 5
N'yi çıxarsaq 5 plus M. Burada 5 çıxaq M, 5 üstəgələk M. M çıxaq N, M üstəgələk 5. M üstəgələk 5. M çıxaq 5. Bunlar ixtisar gedər. Qalar M çıxaq N bölək 5 çıxaq M. Yəni C variantı. ABO bura 22-dir. ASO bura 28-dir. BAC-ni buranı istəyir. Burada 50 dərəcədir. Rahat bir sual. Tərəf-tərəfə toplasanız da x2 çıxar, y-də nə çıxar? -4 çıxar. Yəni x-i istəyirmişik ki, kubun tili A-dır. 2 dəfə azal, 2A deyirəm. A olar da 2 dəfə azaldığında 8A kubuydu. A kubuna düşdü. Neçə dəfə azaldı? 8 dəfə. X çıxaq 2, 2, x4. Perimetr 4A, 12-ni 4-ə vurarıq. Deməli, SAB. Bunları deməli 40% azalsaq, qalar ki, deməli 0,6 A vuraq, 0,8 B. 0,48 edir, 52% azaldı. Sadələrə baxıram, 2, 3, 5, 7, bu qədər. 10'da 4, 5'də 2. 3'ə vurub 3'ə vurmalıdır. X 7. X plus Y ortaq çıxarsaq, C çıxaq, C çıxaq, D. Əkoblar böyüdü, əboblarda qarşılıqlı sadədir 1'dir. Y variantı üstünə, yəni burada eləcə yerinə qoymalısınız. Elə B-də 10 üstəgələk 6, 16. Baxaq 11A üstəgələk 11B çıxaq 88A üstəgələk 88B 0. 99B 77A'dır. 11'ə bölsək 9B 7A'dır. Bu K yalnız 1 ola bilər. B 7K, A 9K olsa. Ədəd də 97'dir də. Yəni bu qədər. Baxıram bura. Yine 3 bucaq çəkirəm. Şöyle. Biri L, M, N. Biri də A, B, C. Bərabərdirlər, bərabərdirlər. Deməli deyir ki, birinin sahəsi 16S-dirsə, bu da S-dir. İndi K kvadrat 16'dırsa, K 4'dür. Yəni oxşarlıq əmsalı. Perimetr bununki 9'dursa, indi bununki də neçədir? 36. Tərəf perimetr eyni şeydir. Hasilər müxtəsərlə 1'dir, cəmlər neçədir? 10'dur. Budur, 0,1. Yəni hasilər müxtəsərdir də, 25 çıxaq 24, cəmləri də 2 kökdə altları ixtisar gedir, 10 qalır. Baxırıq bura. Baxın, Y bunların deməli ortaq bölündüyü ədədlərdir. Y ya 6'dır ya da 1'dir. İndi Y 6 olsa X deməli 1 çıxar, Z də 3 çıxar. Y 1 olsa X 6 çıxar, Z də 18 çıxar. İndi ən kiçik deyirsə bura baxıram 10'dur. Aha, qarşı təpələrindən bir koordinat başlanğıcında, digər isə burada yerləşən kvadratın sahəsini tapın. Məsələn, yenə A olsun. 0, 0'dadır. İndi tərəfi tapmaq üçün AB-nin məsafəsini mən tapa bilərəm. Burada 8'in kvadratı, 8'in kvadratı, 8 kökdə 2 çıxar. Bunu da kvadratını alsaq 128 olmalıdır, səhv eləmirəmsə. Üzr istəyirəm, diagonal tapdıq 128. S var ki, D kvadratı bölünsün 2. 128'in də yarısını tapırıq, 64 edir o da. Yəni son cavab 64. Nüans gözdən qaçdı. Burada baxıram ki, tam kvadratdır. Gəlin mötərizəni vuraq. 2 tam %85'in kvadratı, 7 tam %15'in kvadratı. Bu da 2 vurulsun. Məsələn, bu hazret edirəm 2T. Bu da deməkdir ki, 2 tam %85 üstəgələk 7 tam %15'in kvadratı. Mötərizənin içi bizə 10 verir. 10'un kvadratı da bizə verir 100'ü. Deməli, baxaq bura. 2 yeşikdə birlikdə 50 kiloqram qənd var. Birinci, ikinci.
Hər gün birinci yeşikdən 3 kiloqram. Məsələn, buradan 3 götürürlər. Buradan da 2. 6 gündən sonra, yəni buradan deməli x çıxaq 18 olacaq. Deməli, ikincidən də x çıxaq 12 olacaq. Yeşiklərdə x deməkdir, buna y deyirəm. Aha, deyir ki, bərabər miqdarda oldu. Yəni x çıxaq 18, çıxaq y, üstə gələk 12 oldu 0. Yəni x çıxaq y 6 oldu. Cəmlərində 50 veribdi. Bir yerdə 50-dir. Bax bu. X-lə y-in cəmi də 50-dir. Mən bunu tənliklər sistemi qurmaqla həll elədim. Siz tənliklə də eləyə bilərdiniz. Yəni y yox da 50 çıxaq x-ə deyə bilərdiniz. Mənə həmişə belə rahat gəlir. 2x 56, x 28. Deməli, y də 22-dir. Bizdən nəyə soruşur? Birinci yeşik. Birinci yeşikdə də elə x-i də əvvəlcədən 28 kiloqram qənd var imiş. Aha, 23 məşhur sualdır. Cavab 226 idi burada. Bu, yəni 221 götürənlər də var idi. Alıb satıb deyir. Burada 226 idi cavab. Aha, burada baxaq. Aha. Katetlərdən biri digərindən 2 cm böyük. Məsələn, bura x, bura x plus 2. X də deyir ki, hipotenuzdan biri digərindən hipotenuzdan isə hipotenuzda x plus 4. Heç nə, Pifagordur. X kvadrat üstə gələk, x kvadrat üstə gələk 4x üstə gələk 4, x kvadrat üstə gələk 8, x üstə gələk 16. Heç nə, bunda x kvadratlar getdi. Çıxaq 4x. Belə bir şey almalıdır. Cəm 4 hasil mənfi 2. 12, 6 və mənfi 2. Deməli, təbii ki 6-dır da. Burada da 10. Yəni bu barizdir ki 6, 8, 10-dur. Prosta açıq sualda həll yazmalısınız. Şəkildə verilən fiqurda BC parçası mərkəzi o nöqtəsində olan yarımçevrənin diametridir. BC diametridir. BC qövsünün uzunluğu budur. AO 6'dır. Bura 6'dır. Bura radius, bura radius. Burada bir 6 olar. AB ilə AC bərabərdir. Burada 12'dir. Onda. Verilən fiqurun sahəsini hesablayın. Aha. Yarımçevrənin bu diametridir da. O nöqtəsi BC parçası diametridir. Aha. BC'nin uzunluğunu da verib. Bir dəqiqə bizə yarım dairəni sahəsi uzunluğunu 4 pi verib. İndi Pierre yarım dairədə ki, Pierre ümumi dairədir. Yarım dairənin içində Pierre'dir. Pierre 4 pi isə R 4'dür. İndi burada 4, burada 4 düzdür. Burada 12 deyə bilmərik. Yenə A10'u da bizə 6 da buradır. İndi gəlin baxaq necədir burada. Birinci bunun sahəsinin yarısı Pierre kvadratının yarısıdır. Çünki yarım çevrədə. Bir də burada 8 vuraq 6'nın yarısı. 24 üstə gələk radiusda 4'dür. 16'nı da 2'yə bölsək 8 pi. 24 üstə gələk 8 pi. Yəni, cavab belə bu şəkildə saxlayırıq. Bu da deməli birinci zona idi. Keçək ikinci və üçüncü zonaların izahına, sonra videonu bitirəcəm. Aha. 1'də 3 nə deməkdir? 1 bölək kökdə 9. İndi bir dənə D kiçikdir də. Sürəti eyni olanda məxrəci böyük olan daha kiçikdir. X-i ortaq çıxarsaq 4x çıxaq 3 0'dır. Bir bura 0 ola bilər, bir də bura 4x 3 olsa x 3 bölək 4 ya da 0b. 0,5 vuraq 4 vuraq 0,6. 2'ni 0,6'ya vursanız 1,2. Ortaq məxrəc müxtəsərdən x plus a, x minus a, x minus a, x plus a. Ax çıxaq a kvadratı, çıxaq ax, çıxaq a kvadratı. Mənfi 2a kvadratı. Burada da müxtəsərdir. X kvadratı çıxaq a-nın kvadratı, mənfi 2a kvadratı. Mən bunu yaza bilərəm ki, 2a kvadratı a kvadratı çıxaq x kvadratı. Yəni mənfiyə vurdum. Məncə cavab orada deyiləydi. Hə, B variantı. Aha, indi burada sadələşdirməliyik. %36'dır. 9'da 20'dir.
Bura 5, bura 4. 4 bölək 5-dən misal. Elə bir dənə B-dir də. Digərini hesablamıram. Heç vaxt getməsin. Deməli, faizə göstərilib. Televiktorinada iştirak etmək üçün bir tələbə seçilir. Hansının baş vermə ehtimalı böyükdür. İqtisadiyyat tələbəsinin, fakültəsinin tələbəsi və ya riyaziyyat seçilməsi. İqtisadiyyat 14-dür. Riyaziyyat 35%. İqtisadiyyat seçilməsi 14%. Riyaziyyat seçilməsi 21. Sosial seçilməsi 26. Burada da 39. Təbiət elmlərinki daha böyükdür. Tili məsələn A olsun, bir vahid artırdı, A plus 1 oldu. İndi deyir ki, həcm. Burada mən məsləhət görmürəm bunu tənliyini qurasız, ətraflı sual deyil. Burada yerinə qoyun, tapın. 464'dür. 5 olsa 125 oldu. Burada yəqin ki deyil də. 3'dürsə 27'dir. 4'sə 64 oldu. Neçə vahid artdı? 31 falan eləyir. 2 yoxlayaq, 2 olar yəqin. 2-dirsə 8-dir, 3-dürsə 27. Hər 2-dir də budur. Yəni bu deyirəm, bu vaxtdalar bunu tənliyini qurmaq. Bunu mən məsələn görürəm ki, variantı yerinə qoyub hesablayın. Ətraflı sual deyil, bir şey deyil. Deyir hansı qiymətində bu qiymət bundan 3 dəfə böyük olar. Yəni 3 plus 9 bu verilən ifadənin 3 misli olar. Yəni həll eləyək. 3 plus 9 bərabərdir 12 çıxaq 54-ə. Amma istəsəniz bunu həll eləyə bilərik. Fərqi yoxdur. 3 plus 9 çıxaq 12 üstə gələk 54 0. İndi nətər yazaq? 5 65 65 mi? 63. 63 9-adır. Və A da 7'dir. Aha, daxil bucaqlar cəmi 180 vuraq, n çıxaq 2'dir. 1800'dür. Deməli, n də 12'dir. Qədər. Aha, ən böyük və ən kiçiyinin fərqini tapın. 9, 7, 6, 5, 3, 1, 1, 3, 5, 6, 7, 9. Tərəf-tərəfə çıxsaq sonu 2 ilə bitməlidir. Amma 2 variant var. Deməli, 5, 8, 852 ilə yenə 2 variant var. 5, 5, 0, 0, 8, 52. A olmalıdır. 24 deməli gedərək 1,5 S-i tapaq. Yəni 20 V vuraq T-dir. 24'ü vurursunuz 1,5'ə. 24 vuraq 10'da 15 nə deməkdir? 3 bölü 2. Bu da eləyir 36 kilometrdir. İndi 18 kilometrdirsə 36, yəni sürəti S bərabərdir. Yəni 36 bərabərdir. V vuraq T. T də 2'dir. Aha. Müxtəsərdən 18 vuraq 2 bölək 18. Cavab deyir 2. O y-dən kəsişirsə x 0'dır. Gətirib yerinə qoysanız 16 üstə gələk y kvadratı 52. 36 y mənfi müsbət 6. Deməli y-i kəsirsə x 0 olmalıdır və bu da C variantıdır. Yəni A-nı götürməyin. A, B üçün hansı doğru deyil? Aynen A çıxaq A kəsişsin B-nin kəsişməsi A-dır. Birləşməsi A-dır. Həqiqətən də doğrudur. Yəni buranı verir. Bu təbii ki doğrudur. A, bu da doğrudur. Bu da doğrudur. Aynen bunun kəsişmə. B çıxaq C-nin ad çoxluğudur. Xeyr, əksinə B çıxaq C B-nin ad çoxluğudur. Çox rahat 15. Yəni diametr 2'dir. Yəni məncə bunu bilməyən yoxdur. 16'ya baxaq. Hər tərəfi 4'ə vuraram. 4'ə vursam 6x çıxaq 3. 4'ə vursam 16x çıxaq 20. Bir tərəfə yığıram. Mənfi 10x üstə gələk 17. Mənfi 17 çıxaq 10x mənfi. Hər tərəfdən 17 çıxsanız 10x böyük olar 17'dən. X-dən minimum 2'dir. Aha, 30 nəfər sərnişin var. Aha, 7'si düşdü, 9'u mindi, 14'ü düşdü, 4'ü mindi. Heç nə. Hədiyyə sual. 23, 32, 18, 22. İnşallah səhv hesablamarıq. 23, 32, 18, 23 doğrudur. Bu da bir rahat sual idi. BY 6K'dır. AD 4K'dır. AD yox 7. 7 4K'dır.
AD 9K'dır. Yarıya bölünürlerse burada bir 4K'dır, burada bir 6K'dır. Yani burada bir 9K'dır. İndi buranın perimetrini, yəni neçədir bu? 19K, 38K2'dir. SB'də neçədir? 9K'dırsa 18. Belə bir bəsit şey. Oxşarlıqdır, yəni hamıya məlum olan bir şey, qeyri-adi bir şey yazmıram. YBF oxşardır ABS'yə. Bu qədər. Nə verib bizə? YF 3 verib, FS'ni 3 verib, AS'ni 9 verib, YB bilmirəm. YF AC BF 1x desək, BS'də x plus 3, bu da 1'in 3'e olar. X plus 3 3x'dirsə, x də 1,5. BF-də elə oymuş. Hesaplama səhvim olsa deyərsiniz, yəni ola bilər eləyəm, amma həll yollarına əsas deyirəm ki, doğru olsun. Aha, 20'yə baxırıq. Mətbəədəki rəngli və ağ qara çap olunan bir vərəqin çap qiymət cədvəldə verilib. Nə bilim nə. 5də biri ağ qara, qalanı rəngli olmaqla 4000 vərəqdir. Buna görə də mətbəyə neçə manat ödəməlidir. 4000'in 5də biri 800'dür. Deməli, qalan hissəsindən 1500'dən çoxdur da. İndi 800-dürsə, 800 ağ qaranı vurursan, bunun qiyməti budur. İndi o birisi çoxdur. Neçədir? İndi 3200'ü də vurursunuz, 1500'dən çoxdur. İndi bu da nədir? Rənglidir də. Rəngli də 0,45'dir. Bunu hesaplamaq lazımdır. 800'ü %35'ə vururam. 800 vuraq 35, 0, 4 yadda, 280. Üstə gələk. %45. İxtisar gedir. 32 vuraq 45. Bu deyir 1720. Bu da bu. Aha, tərinliklər sistemi rahat. Tərəf-tərəfə toplasaz çıxır ki, 3x 21, x 7, y 5. Hasil də 35. Və belə. Ətraflara keçək. Bir ədədin 25%-i digərinin 50%-nə bərabərdir. Bax, bunlar getdi. X də 2y-dir. Bu qədər. Fərqi, yəni y 60-dır. X də 120-dir. Cəmləri də 180. Aha, burada xərclədiyi deməli eyni miqdarda. Aha, 15 A-nı bərabər edir 150 çıxaq 15 A-ya qrafikə görə. Buradan 30 A 150 A5. 100-əni də 5'ə bölürük, cavab 30. Aha, bunu mən məsləhət edirəm ki, belə yazasınız. 100'dürsə, baxın, bura qonşu 180. Vəsiyo. Burada bir dənə x deyin. Yazın ki, məsələn, burada bir dənə t deyin. Tutacaq TBS-də 130 da gələk x 180. Düsturla yazmaq məsləhət deyil. X 50. Bu da onun qonşusu deyil 130. Yəni bəsit. Belə bir həll var. Baxaq bu suala. Aha. ABCD kvadratdır. S-dərin nisbəti budur. Yəni K kvadratı budur. K-da 1'in 3 olan nisbətdir. Tərəf də 8 verib bizə. Bura ümumi bir 8'dir. Neyse, hamısını yazdım da. Bura lazım deyil. Neyse, 8'dir də tərəflər. İndi mən bunun tərəfinə bir dənə K desəm. K. Bunun tərəfi də 3K olar. Yəni oxşardılar. Tərəf də 8'dir. İndi məsələn, bura 3K'dırsa, burada 3K olacaq. Burada bir 3K olacaq. Burada K olacaq. 4K 8'dən K'nı 2 taparam. İndi bu da S2'dir da. S2'də deməli K kvadratı 1'in 9'adır. İndi S2'ni tapaq biz. S2 də nəyə bərabərdir? Burada 6'dır, burada 6'dır da. 6 vuraq 6'nın yarısı, o da 18'ə bərabərdir.
Burada əslində niyə bu sualdan şikayət gəlmişdi? Çünki burada paralelliyi bildirməmişdi. Amma belədir də həlli, yəni. Elə də verdilər elə. İzah eləmədik. Bir dəqiqə. Həm yuxarıdadır. Aha. Keçək buna. Davam edək bu sualla. Moduldur deyə müsbət çıxacaq. 2,1. Deməli x 4-dən kiçik bərabər olmalıdır. Hansı ödəyir? 2 ödəyir, 4 ödəyir. Bunlar ödəmir, bu da ödəyir. 1, 2, 5. Aha. Vahidə isə deməli buna 48% çatıbsa, buna 52% çatıb, düzdürmü? 52% 39-dur. Nə qədər qələm var? 100% də x-dir. Bunu buna bölək. Səhv bölmədimsə 75 eləməlidir. 75. 3-də 7 çıxaq 9-da 11. Yazaq ki 9, 3 burada, 1 burada, 9 bölək 10. Bu isə 9 bölək 10. Bunu bölürəm mı? 9'da 10'u vururam. 3'də 22, 22'də 3. 7 burada 3. 66'da 10. 2'ye ixtisar etsə 33'də 5. Üstəcələk 3 bölək 4. 2, 132, 4, 33, 20, 99, 119 eləməlidir. Bunlar beləmi qalır? Qüdsümü hesabladım. 3'də 7 çıxaq, 9'da 10. 9, 3, 1. 9'da 11. 9'da 11 eləymiş. Misal getdi. 9'da 11'i vururuq. 3'də 22, 22'də 3. 2, 3, 6'da 1. Üstə də 4'də 3 gəlirəm. 12'də 2, 3. 12'də 11, B. Aha, baxaq bu suala. Bunu belə yazım. Müxtəsər görək deyə. 4x kvadrat üstə görək hasillərinin kimisi. Axırıncının kvadratı. Bu da görürsüz a kvadratı b kvadratı üstə görək 4x üstü 4. Çıxaq 9y kvadratı. Bunlar getdi. Bu qaldı. Aha. Hə, burada da 4x üstü 4 deyil, üzr istəyirəm. 8x üstü 4 üstə görək 12x kvadratı y a-dır. 30'dan çox 40'dan azdır. Həm 2, 2 deməli 6'ya bölünən və bu aralıqda olan bir ədəd b. Bunları gəlin bir dənə sürətdə yazım. Dağınıq oldu ama yox. X kvadratlar getdi. Burada qaldı bir dənə y. A üstü 7 qaldı. 5'e getdi. 5, 3. 3y bölək 5a üstü 7. 3y mi yoxsa 2y mi? 6y. 6y bölək 5a üstü 7. Belə bir ifadə alınmalıdır. Gələk bu suala. Nə vara bilərik? Tərəf-tərəfə çıxmaq gəlir ağlıma ki 3x, yox 2x-dən x çıxsaq, yox 3x, mənfi 33, x mənfi 11, y-də 21, yox, yox, kaçıncı ödəmir axı, dəqiq səhv elədim. Deməli, buradan bunu çıxsaq, yolundan üzrü sayın, x mənfi 11, x mənfi 11'dirsə, y-də 21 daxil. Neyse səhv eləyirik. Yuxarıdan yazıram. Tərəf-tərəfə çıxaq. 3x mənfi 20 mənfi x mənfi 11 mənfi 22 y 1 1
-1 ola bilər. Ha, -1'dir. 4y -4 seçeneği 11 7. 7 x 2x 15 çıxaq 7 8'dir. X də 4'dür. B seni istəyir 4. A. Aha. Y bərabərdir kx-dir. Çünki düz xətt deyir. Y 4'dür. K-nı bilmirəm 2. K bərabərdir 2. A. Bu əcəb. Hə, bunların elə hasilinə bərabərdir. Son 6 ilə bitən bir ədəd. Bunlar da amma 180'dən aşır da dedi. V yox S tam. Bir dəfə də yazmışdım. 2 vuraq AB 40 24. 64 79'un çimisi 158. Deməli ən kiçik məsafə. Elə bu da budur. Bunlar da elədir. Ən böyüyünü bir dəfə də istəmişdi. Bu 2020'nin 2020 aprelin suallarıdır məncə. Tərəf 10'dur. Bunlar da orta nöqtədir. Yəni burada 5, burada 5. Bu da 5 5 10. Bunun sahəsini istəyir. Uşaqlar, ümumi sahə nədir? 100'dür. Mən bununla bunun sahəsini çıxsam bura qalar, düzdürmü? İndi bu da düz bucaqlı da kvadratdır. Katetləri hasilinin yarısı 50 qalar. Yəni rahat sualdır. Cəm kiçik olmaması. P ilə belə bir şey var ki, əks hadisələrin ehtimalları cəmi 1'dir. 6'dan kiçik olmaması hadisəsinin ehtimalını deyir. 2 zər eyni zamanda bir dəfə atıldıqda üst-üzə düşən xallar cəminin 6'dan kiçik olmaması. Heç burada düz ehtimalla gedək. Nə edirik ki, əks hadisə? 36 değil. 1'də de yoxdur. 2'də 2 5 ola bilər. 3'də 3 4 3 5. Elə yox 2 4 1 5 də olar məndə. 3 3 də olar. Hətta 4 2 4 3 4 4 4 5 4 6 2 6'nı məncə yazmamışam. 1 6'nı da yazmamışam hətta. Dəqiqə qarşı oldu. Bax 1 5 1 6 2 hal. 2 4 3 hal. 4 hal. 5'də 5 hal. 6'da da 6 hal. 1 olsaydı, 1 də olsaydı 6 vuraq 7'nin yarısı. Bundan da 1 çıxaram. Saysaz görərsiniz ki 26 hal vardır. 36'da 26 eləyər. 2'ye də bölsək 13 bölək 18. Yəni D variantı. D'ni bayaq da yazmışdım hardasa. Hardasa yazdım. D nəyə bərabərdir yazmışdım. Dəqiq tapaq. Hə, budur baxın. X2 çıxaq. X1'in kvadratı üstə gələ Y2 çıxaq. Y1'in kvadratı. Yazmışdıq. Aha. Haradaydıq? X2'lərin fərqi. Bundan mı çıxdım? Y çıxaq 5'in kvadratı. Köşkdə 4 yazıram. Deməli, burası 0'a getməlidirsə, Y-də 5. Aha, tamam. Deməli, 8 dəftər 5 karandaş bərabərdir. Bax, bu neçə il əvvəl də var deyə belə bir sual. Qapalı kimi. Aha, 2D 3K'dır. 1,5 dəfə çoxdur. Aha. Getdik bu suala. 3-cü zonadır bu arada. Bir dənə də imtahan var. Prosta mən bunu görməmişim. Yəni 3 zonadan sonra nə imtahandır ki bu? Bilmədim nə imtahandan izah edəcəm. Aha, bərabər yanlı üç bucaqda
yan tərəfə paralel bir xətt olan orta xəttin uzunluğu 4. 4 ise demək burada 8, burada 8. Demək burada qalır 6. Eyni köşkdə yazsaq 36'dan da 20 çıxsaq 16. Bu da bizə 2 cavabını verir. Deməli bir dəfə fərqləri, bir dəfə cəmləri, bir dəfə fərqləri, bir dəfə cəmləri. Getdi, qaldı 16. Deyir ki, uşaq anadan olanda atası 25 yaşındaydı. İndi onların yaşları cəmi deməli 25 bir də 0. İndi bu da x artıbdır. Bu da x artıbdır da. Elə bir 25 ilə 2x'in cəmi 45 olubdur. X də 10'dur. İndi uşağın 10 yaşı var deməli. 0 üstə gələ x 10. Ətrafları da keçək. Bu arada 24 gözünüzü qorxutmasın. Oxşarlıq sualıydı. Səhv eləmirəmsə. 2 fəhlə deməli bu qədər eləyir. Bir də deməli belədir. Deməli cəmləri 8'də 1'dir, fərqləri də 12'də 1'dir. X bu bunun fərqi. X də 48. 48 olmalıdır. Biri. Bilmem, elə bir şey olmalıdır. Düz bucaqlarından birinin təmbüləni onun tərəfini yarıya bölür. Düz bucaq çəkək. Bucaqlarından birinin təmbüləni. Saat 2'dən riyaziyyatla məşğulam. Ona görə üzürlü sayın. Belədir biraz vəziyyət. Baxın yine Z qaydasına görə bu bərabərdir. Bura 4'dürsə burada 4'dür. 4. 8, 24 olmalı səhv eləmirəmsə əgər. Hesablama səhvlərinə görə əsas da sonlarında ola bilər üzürlü sayın. Stolun üzərindəki dik duran qələmi ondan 150 cm uzaqlıqda fənər tutulur. Burada oxşarlıqla da eləyə bilərsiniz. Ya da ki tənasüb. Deməli 150'yə 30'dursa 48'ə x. Bunun deməli 5 dəfə azalsa bu da 5 dəfə 240'dır. İndi qələmlə kölgə arasındakı məsafə lazımdır. Amma bu fənərlə məsafəni çıxırıq. Yəni 240'dan da 150 çıxırıq. Cavab 90. Oxşarlıqla yazıla bilər. Baxın burada 3 bucaq var. Bu da ortaq. Baxın elə bil ki, yəni 3 bucaq var idi. Ona oxşuyur. Baxın belə bir 3 bucaq kimidir. Elə də yaza bilərsiniz. Belə sadə tənasüblə də tapılan bir sualdır. Yəni çətin deyil. 22 şagirddən ibarət sinifdə yalnız rus dili, bu Euler-Venn diaqramlıq sualdır. 22 şagird var. İngilis, rus. Yalnız rus dili fənninə məqbul qiymət alanların sayı yalnız ingilis dilinə məqbul 3 nəfər azdır. Yəni bura 1x plus 3, burada 1x-dir. Həm rus burada 7'dir. Heç nə. Bunların ümumi cəmi 22 verib. 2x də gələk 10, 22. Deməli x də 6. Yalnız ingilisdə də bax bu hissədir. Burada verir 9. 9. Keçək, deməli bunun davamı var, yoxdur. Keçirik növbəti bir ilə. Deməli ilk 14'ü buradadır, sonrası davamı da o tərəfdədir. Baxaq. Bu toplumun arxasında da var. Yəni bunlar daha rahatdır. Burada müxtəsərdir. 4a kvadratı çıxaq b kvadratı. 4a kvadrat üstə gələk 4ab üstə gələk b kvadratı. Çıxaq 4a kvadratı üstə gələk b kvadratı. Bunlar getdi. 4ab üstə gələk 2b kvadratı. Burada qaldı n, burada qaldı m. Bunlar da getdi m-in. Mağazada birinci gün bütün malın 20%, ikinci gün 80 qaldı. 80'in 60%, 48. 48 ilə 20'nin cəmi 68 satılıb.
Deməli, burada 17-ni çıxarıram. 11 çıxaq 1 qalır. Bu da eləyir 170. Aydındır. 504 36-ya böləndə 36, deməli, neçə eləyir? 14 qalır. 144 36-ya böləndə 4. 170 ilə cəmi 184 A variantı. Deməli, bu 9, 90-da 2, 1 bölək 45. Bunun əksi də olacaq 45, tərsi daha doğrusu 45. Bu da 90-da 33. 3-ə də bölsəniz 11, 30. 30 bölək 11. Səhv deyilsə əgər. 3-ə bölsəz, aha, düzdür. Bunun tərsi də budur. Yazıram 47, üstəcə, yəni 2 tam edir də. 11-də 28. 47 bu. Y. Kubun bütün dillərini uzunluğunu 5 dəfə artırsaq, onun tam səthinin sahəsi neçə dəfə artar? Deməli, S tam bərabərdir 6A kvadratı. A-dır. A-nı da 5 dəfə artırsan olur 5A. 100 neçə dəfə artır? Bütün tillərin, məsələn, tilləri 1 olsun. 1. 5 dəfə artır. Tam səthi əvvəl 6 idi. A 25, 150. 150-ni də 6-ya bölsəniz 25 dəfə artarmış. Y-i çıxarın ortaq. Bir dəfə bura 0 olacaq, bir dəfə də bura 0 olacaq. Y 0 ola bilər, bir də mənfi 0,4 ola bilər. SB 8-dir, AC 12-dir, AB-də ümumi hissədə 20. Bu qədər bəsit. 90-dan 45-in əlçobu budur, əvobu budur, nisbətləri də 2-dir. Birlikdə 150-dir, 2x, x 150-dirsə 3x 150 və x 50-dir. Anar da 100 manatdır. X-i ortaq çıxarsanız, bura 3-dür, x də 6-dır. X-i soruşur, A variantı. 8y 72-dir, y də 9-dur. Aha, olarsa AB-nin orta nöqtəsi, yəni AB-nin orta nöqtəsi, məsələn, K nöqtəsi deyək. 4 ilə 2-nin cəminin yarısı, bir də bunun yarısı 6, 8, 10. Məsafəni demişdim də. 4 36-dırsa A 9-dur. Bunun da kvadratı 81. Keçək, buradadır davamı. Aha, həll eləyək. Mənfi 3x üstə gələk 2. 4x üstə gələk 16-dan. Mənfi 3x üstə gələk 2. Çıxılsın 4x. Çıxılsın 16, 0. Mənfi 7x çıxaq 14, 0. Mənfi 7x 14. X mənfi 2. Ən kiçik tam mənfi 2. A 7, 4 olarsa ən böyük 4-dür. Ən kiçikdə kəsişməyə bilərlər 4. Cədvəldə deyir ki, Arifin qaz sayğacının 3 aydakı göstəriciləri verilib. O, mart ayı üçün sayğaca baxdıqda sayğac xarab olduğu üçün rəqəmlərdən ikincisini görə bilmir. Buna görə Arifin mart ayındakı qaz sərfiyyatının əvvəlki çox olması hadisəsinin ehtimalını tapır. Ümumi hallara baxsaq 1-dən 9-a qədər ədədlər ala bilər, düzdürmü? Ümumi halların sayı 9-dur. Bir dənə tezətədə ortanı hesablayayım. Orta 374 elədi. Deməli, bu 7, 8, 9 olsa çox olacaq. Yəni 9-da 3. Bunun da hadisənin ehtimalı 3-də 1-dir. Yəni 3-də 1. Bu 9 illikin, yəni toplusun, test toplusun arxa hissəsində olan suallardır. Bir dənə bucaq çəkək. A, B bərabər yanıdır. B təpəsindəki xarici bucaq. Burada ABC-dən x 4x 5x 180 x 36 36-dırsa 180 36 çıxsaq 4 144 yarısı da 72. Deməli, nöqtə üzərindədirsə, yəni x-in yerinə siz 4 yaza bilərsiniz. 16 ilə 5-in cəmi 21, elə D də 21-dir də, yəni 21. Bölsək buna 4, buna bölsək 25, çıxaq 64-dən də çıxır 8, cavab 1. Bu da oxşarlıqdır uşaqlar. Buna aid bir dənə də sual yazmışdıq. AB-də 30-dur, DB 18-dir, burada deməli 12-dir. Burada bunu yazırıq, əzizlər.
Bunun qabağında 18 durur. Bunun qabağında durur 30. Aha. Deməli, bu ortaqdır. Cən yazsaq DBY oxşardır nəyə? ABC-yə. DB-nin AB-yə nisbəti 10 yazmışam. BY-nin BC-yə 10 yazan varam. DY-nin AC-yə. DY-nin X-in AC-yə 24-də. Bunu yaza bilərəm. X lazımdır. 2-yə bölsək. Aha, 3-ə bölsək. Yeter 2'ye bölsək. Hə, 3'ə də bölə bilərik. 72 5x'dir. X'də 14 tam. Onda 4 alınmalıdır. Səhv eləmirəmsə. Yenə deyirəm. Mexaniki səhvlər olsa üzrlü sayarsınız. Yəni çoxdan riyaziyyatla məşğulam ona görə. Buna aid sual izah eləmişəm. Amma yenə də işləyirik. 9 2x deyirəm. 2x çıxaq 9'un 3'də 1'i, bir də 7. Bu da x'dir. Heç nə, bunu həll edirik. 16 üstə gələk. 2x çıxaq 9'un 3'ə nisbəti x'dir. 3'ə vursaq hər tərəfi. 9, 39x. Kimisi də 78. Da belə getdi. Baxıram buna. Histogramma əsasən bir həllər üçün standart şəklini yazım. Əmsalı dərəcəsi ilə cəmini tapın. K 8'dir. A nə bilim nədir? M 4'dür. B 6. Q K 3'dür. A 5'dir. N 7'dir. Aha, yazdıq. Hasili. Əmsal neçədir? 24'dür. 9, 13. Bir dəqiqə, 9, 13 neçə? 22. Səhv eləmirəmsə 46'dır. Xaricinə çəkilibsə, çevrənin xaricinə, deməli, çevrənin xaricinə dördbucaqlı çəkilibsə, deməli, dördbucaqlının daxilinə çəkilibdir. Deməli, qarşı tərəflərin cəmi bir-birinə bərabərdir. Yəni, 7x məsələn olsa, yox, 8x-in kimisi, 16x, 48x 3'dür. Kiçik tərəf 9 eləməlidir. Səhv eləmiriksə, təbii ki. Burada bu görünmüş uşaqlar. İndi gördüyüm kimi bərabər yanlıdır deyən. Yəni özümüz çəkək. Təxmini çəkdim. A, B, C, D. Deməli, bura bir H. Bura bir MK. Bunu da H gətirə bilərsiniz. Yəni, eyni şey. T deyirəm. BC 4'dürsə, TH da 4'dür. KM 10'dur. 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 Orta xətt 10'dur. 10'dursa 20'dir də. Bir dəqiqə, bax 10'dursa orta xətt. Bax, bura 10'dursa. Deməli, cəmləri 20'dir. Deməli, bura 16 olmalıdır. Deməli, burada bir 6, burada bir 6. Aha, H dedi elə 6. Bu qədər uşaqlar. Yəni sizlə əməli neçə dənə 150 falan sual işlədik. Ümid edirəm faydalı olar. Hər kəsə imtahanda uğurlar.